Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə pensiyaların, sosial müavinətlərin, təqaüdlərin artımı ilə bağlı son məlumatları çatdıracağıq. Pensiyalar nə qədər artır, ümumiyyətlə kimlərin pensiyası artacaq, kimlərin təqaüdü artacaq, kimlərin sosial müavinəti artacaq və nə qədər artacaq, hansı tarixdən artacaq, ətraflı şəkildə məlumat verəcəyik. İlk olaraq videoya keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insana çatsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbəti dəfə video paylaşdıqda sizə dərhal bildiriş gəlsin. Bəli, hörmətli izləyicilər, videomuza keçid edək. Mart ayının sonu sosial müavinətlər, təqaüdlər və pensiyalar, sosial pensiyalar artırılacaq. Bəs nə qədər artım olacaq? Nə qədər artım təklif olunub Milli Məclisdən Prezidentin sərəncamına? Bunları sizlərlə paylaşacağıq, hörmətli izləyicilər. Milli Məclisdən edilən təkliflər ekrandadır, hörmətli izləyicilər. Yaşa görə verilən sosial müavinət demək olar ki, artıq bu dəqiqləşib 250 manata çatdırılacaq. 30 manat miqdarında artım qeyd olunub. Yaşa görə verilən sosial müavinətdə, yaşa görə verilən sosial müavinət isə Azərbaycanda 40 min manat pensiya kapitalını toplamayan vətəndaşlarımıza verilən müavinətdir ki, bu da 30 manat miqdarında artırılacaq. Ailə başçısını itirməyə görə verilən müavinət 120 manatdan 140 manata qaldırılması qeyd olunub, hörmətli izləyicilər. Bu da 20 manat artım təşkil edir mart ayının sonunda. 50 pensiyalar ilə bağlı daha əvvəl də video paylaşmışdıq. Dərəcələr üzrə bölsək, birinci qrup üzrə 40 manat, ikinci qrup üzrə 30 manat, üçüncü qrup üzrə isə 20 manat miqdarında artım qeyd olunub. Hörmətli izləyicilər, qeyd edim ki, pensiya artımları mart ayının ikinci yarısında qeydə alınacaq, artırılacaq və aprel ayında siz həm mart ayının, həm də aprel ayının artımlarını ala biləcəksiniz. Veteran pulu ilə bağlı məlumat verək, bir çoxları soruşur, veteran pulu ilə bağlı məlumat almaq istəyir. Qeyd edim ki, veteran pulu ilə bağlı təklif olunan rəqəm 150 manatı çatdırılmasıdır. Bilirsiniz ki, veteranlara 80 manat təqaüd verilir. Kommunal ehtiyaclarının qarşılanması üçün bu məqsədlə verilir. Və bu təqaüdün də 80 manatdan 150 manata çatdırılması gözlənilir ki, 70 manat artım qeyd olunub. Tələbələrin də təqaüdləri artırılacaq, hörmətli izləyicilər. Artım rəqəmi isə tam dəqiq deyil, faizlə qeyd olunub. Tələbələrin təqaüdlərində, bütün təqaüdlərdə 10% miqdarında artım qeyd olunub. Tələbələrin təqaüdlərdə 10% miqdarında artırılacaq. Hörmətli izləyicilər, bundan əlavə sosial pensiyalarda da artım olunacaq. Müxtəlif məbləğlərdə sosial pensiyalan vətəndaşlarımız var ki, 110 manat miqdarında, 150 manat miqdarında, 180 manat miqdarında, 220 manat miqdarında sosial pensiyalan vətəndaşlarımız var ki, onların da pensiyası 20-30 manat civarında artırılacaq. Və artım dediyim kimi mart ayının sonu qeydə alınacaq və siz mart ayının həm də aprel ayının artımını, aprel ayının pensiyaları, təqaüdləri, sosial yardımları verilən zaman ala biləcəksiniz. Hörmətli izləyicilər, növbəti dəfə video paylaşacağıq. Təqaüdlərin artımı ilə bağlı dəqiq rəqəmləri paylaşacağıq sizin üçün. Yeni bir cədvəl videomuz var. Hansı pensiya, təqaüd, sosial müavinət nə qədər artırılacaq? Dəqiq rəqəmləri sizlərə növbəti videoda təqdim edəcəyik. Odur ki, həmin videonu qaçırmamaq üçün mütləq şəkildə bu videonu bəyənin ki, video daha çox insana çatsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz həmin videonu paylaşdığımız zaman sizlərə dərhal bildiriş gəlsin. Növbəti videoda görüşmək ümidi ilə.